əfsanəmizi dinləyək. Əfsanənin hansı mahnısını dinləyəcəyik? Yeni mahnısı var. Deməli, 3 həftə idi hazırlıq gedirdi. 3 həftə idi əfsanə. 3 həftə bundan öncə idi, zəng eləmişdin. Dedi ki, bəs mahnı hazırlayırıq. Mahnı hansı mahnıdır? Mahnının musiqisi bizim elə Şamaxdandır, yəni kəndimizdir. Dadaş Məmmədovdur musiqisi. Dadaş Məmmədov. Bəli. Musiqisi Dadaşa aiddir, salamlayırıq. Sözləri isə özümə aiddir. Bilirəm, sən yazırsan. Bəli. Onsuz da bilirdim ki, şübhəsiz sözlər təbii ki, sənə aid. Yox, əfsanə yaxşı yazır ha. Həqiqətən yaxşı yazır. İndi vaxt olsa bir şeir də söyləyərik. İnşallah, əlbəttə deyərik. Amma mahnını dinləyək, eksklüziv olaraq. Digər süngərsiz mikrofonu götürün, yanınızda olan mikrofonu. Buyurun. Bircə dəfə gir yoxuma, rüyalarda görüm səni. Unutdur sənsizliyimi, qaran saçımdakı dəni. Bircə dəfə gir yoxuma, rüyalarda görüm səni. Unutdur sənsizliyimi, qaran saçımdakı dəni. Get oxudum gözlərindən, bərk yapışdım dizlərindən. Sənin sevgi dənizindən, keçir ömrümün yelkəni. Get oxudum gözlərindən, bərk yapışdım dizlərindən. Sənin sevgi dənizindən, keçir ömrümün yelkəni. Demək sevmirəm daha, düşərsən çıxılmaz aha. And verirəm o Allaha, naç nə də unut məni. Demək sevmirəm daha, düşərsən çıxılmaz aha. And verirəm o Allaha, naç nə də unut məni. Get oxudum gözlərindən, bərk yapışdım dizlərindən. Sənin sevgi dənizindən, keçir ömrümün yelkəni. Get oxudum gözlərindən, bərk yapışdım dizlərindən. Sənin sevgi dənizindən, keçir ömrümün yelkəni. Get oxudum gözlərindən, bərk yapışdım
Bəli, dəyər. 3 həftədir hazırlığa dəyər. Çox gözəl ifa eləmisən. Ümumiyyətlə baza varsa, yəni bu səs varsa, Bəli. istənilən, istər ritmik, istər lirik mahnıların öhdəsindən gələcəksən. Çünki bu Allah Taala əgər bu avazı sənə veribsə. Var olasınız. Düz. Həqiqətən çox gözəl alınıb, Allah Taala zəhməti verib, keçən sizlər hər də kəsə dəyər verib, təşəkkürlər. dəvət edirsiniz, minnətdaram. Çox Var sağ olun. olasın, əslində hər kəs dəvət eləməlidir. Çünki sən böyük bir məktəb